Təyyarə qəzalarının ən qorxuncu bu hadisədir. Dağa çırpılmış təyyarə və günahsız 150 qurban. Bu hadisə adi bir texniki nasazlıq deyildi. Pilot təyyarəni bilərəkdən dağa çırpmışdı. 24 mart 2015-ci il. İspaniyanın Barselona şəhərindən qalxmış Germanwings 95-25 təyyarəsi Almaniyanın Düsseldorf şəhərinə doğru uçurdu. Təyyarədə 144 sərnişin və 6 ekipaj üzvü vardı. Lakin onların heç biri Düsseldorfa çata bilmədi. Uçuşun ortasında əsas pilot idarəetmə kabinəsindən çıxır və bu zaman köməkçi pilot Andreas Lübitz qapını içəridən bağlayaraq qıfıllayır. Bir neçə dəqiqə sonra təyyarə qəfil enməyə başlayır. Bunu görən pilot idarəetmə kabinəsinə geri qayıdır, lakin qapı bağlı olduğundan açılmır. Pilot çarəsiz qalıb qışqırır, lakin köməkçi pilotdan səs çıxmır. Andreas Lübitz təyyarəni avtopilotdan çıxararaq yüksək sürətlə dağlara doğru endirməyə başlayır. Bir neçə dəqiqə sonra Germanwings 95-25 təyyarəsi 150 nəfərlə birlikdə Alp dağlarına çırpılır. Bu qəzadan heç kim sağ çıxmır. Hadisədən sonra araşdırmalar nəticəsində məlum olub ki, Andreas Lübitz uzun müddət psixoloji problemlərdən əziyyət çəkir. O depressiyada olub və əvvəllər intihar düşüncələrini keçirib. Bu hadisədən sonra aviasiya qaydalarında köklü şəkildə dəyişiklik edilir. Belə ki, artıq idarəetmə kabinəsində heç vaxt bir pilot tək buraxılmır. Eyni zamanda pilotların psixoloji durumları da əvvəlkinə nisbətən daha ciddi şəkildə yoxlanılır. Bu faciə bütün dünyaya bir şey göstərdi. Təhlükə yalnız texnikadan yox, insanın özündən də gələ bilər.